günahları tərk elə. Və həmçinin günahların pis nəticələrindən biri də odur ki, insanın qəlbində həqiqi zülməti hiss eləməsidir. Necə ki, insan gözü ilə zülmət, qaranlığı hiss etdiyi kimi və qəlbində də o zülməti hiss etməsidir. Elə bil ki, günahın zülməti onun qəlbində gözün qarşısında olan zülmət kimi olur. Çünki itaət nurdur, günah isə zülmətdir. Və nə qədər insanın zülməti güclənərsə və heyrəti də, çaşqınlığı da artar. Və bundan sonra insan bidətlərə, zəlalətlərə və halak edici işlərə düşər və özü də hiss etmədən. Yəni, kör insan kimi zülmət, qaranlıq gecədə tək başına çıxması kimi. Abdullah ibn Abbas radiyallahu anhuma deyir ki, İnnə lil həsənəti ziyaən fil vəcih. Həqiqətən yaxşı əməlin insanın üzündə bir nuru vardır. Və həmçinin onun qəlbində də bir nuru vardır. Yaxşı əməlin qəlbdən nurun olmasına səbəb olur. Və səətən fir rizq və insanın ruzisinin genişlənməsinə səbəb vardır və bədənin qüvvətlənməsinə və insanların qəlbində sevgini tapmasına. Və innə lisseyyiəti səvadən fil vəcih. Həqiqətən pis əməlin də insanın üzündə qaralmasına, yəni üzünün qaralmasına səbəbdir və eyni zamanda qəlbinin zülmətləşməsinə, bədənin zəifləməsinə, ruzisinin azalmasına və insanların qəlbində nifrəti qazanmasına səbəbdir. Və həmçinin günahların zərərlərindən biri də odur ki, günahlar insanın qəlbini zəiflədir və həmçinin bədəni zəiflədir. O ki, qaldı qəlbinə olan onun zəifliyi, təsiri, bu da açıq aydın bir işdir. Və o qədər zəiflədir ki, nəhayət qəlbin həyatını itirir. O ki, qaldı bədənə olan zəifliyi, müminin gücü, qüvvəti onun qəlbindəndir. Və qəlbi nə qədər güclənərsə və bir o qədər də bədəni güclənir. Və həmçinin günahların zərərlərindən biri də odur ki, insanın itaətdən məhrum olmasıdır. Günahların bundan başqa bir cəzası olmasaydı, yəni itaətdən onu yayındırmaq və həmçinin başqa bir itaətin qarşısını alması və beləliklə üçüncü itaət, dördüncü itaət və beləliklə bütün itaətlərin qarşısını almasına səbəb olur. Yəni, bu özü kifayət edərdi insanın günahı tərk etməsinə. Fəyənqatu aleyhi bizzənbi taat kəthirə. Yəni, bir günah səbəbi ilə nə qədər insan ibadətlərdən, itaətlərdən, yaxşı əməllərdən məhrum olur. Və hansı ki, o itaətlərdən biri insan üçün dünya və içərisindəkilərdən daha xeyirlidir. Və bu da nəyə oxşuyur? Yəni, bir insan bir yemək yeyir, sonra o yemək ona uzadı bir xəstəliyi qazandırır. Yəni, o yemək səbəbi ilə xəstələnməsinə səbəb olur və uzun müddət o xəstəlikdən sağalmır və xəstəlik ərəfəsində də daha pak, yaxşı yeməkləri yeyə bilmir. Daha yaxşı yeməkləri yeyə bilmir. Elə bil ki, daha pak yeməklərdən məhrum olur. Və həmçində günah da belədir. İnsan günah səbəbi ilə digər yaxşı işlərdən məhrum olur. Və həmçinin günahların zərərlərindən günahlar özünə oxşar digərini əkir və birisindən başqası ortaya çıxır. Və bundan sonra insanın o günahı tərk etməsi daha da çətinləşir, ağırlaşır. Necə ki, sələflərdən biri belə demişdir. Həqiqətən pis əməlin cəzası ondan sonra başqa bir pis əməlin gəlməsidir.
Amma yaxşı əməlin mükafatı isə ondan sonra yaxşı əməlin gəlməsidir. Yəni bir qul, bir insan yaxşı əməl etdiyi zaman onun yanında olan digər yaxşı əməl də deyər ki, məni də işlə. Onu da işlədiyi zaman ikinci başqa bir əməl deyərdi ki, məni də işlə və beləliklə insanda yaxşı əməllər çoxalar və insanın qazancı artar. Və həmçinin günahlar da belədir. İnsan bir günah etdiyi zaman yanında olan digər günah da deyər ki, məni işlə və sonra başqası və beləliklə insanın günahları çoxalır. Və beləliklə itaətlər və günahlar insanda möhkəm və sabit olan bir vəsfə çevrilir. Elə bil ki, insan ibadəti çox etdiyinə görə onda bir sifətə, vəsfə çevrilir. Və həmçində insan da günahı o qədər edər ki, nəhayət o insanda davamlı bir vəsfə çevrilir.